Salam, hər vaxtınız xeyir olsun əziz dostlar. Dadaşbir kanalınızda hamınızı salamlayıram. Bugünkü bizim dərsimiz switching'in basic olacaq. Yəni basic of switching. MAC-address, ARP, table of MAC addresses, collision domain nədir, broadcast domain nədir, V1 haqqında danışacağıq. Access port, trunk port, 802.1q, interval 1 routing, router on stick barəsində və paket tracer üzərində praktik yapacaq. Biraz dərsimiz bizim çox olacaq. Birincisi gəlin başlayaq. Mən burada şəklini qoymuşam. Yəni çoxlarınız artıq bildiyiniz MAC address də deyirlər. Media access control address. MAC address nədir? MAC address yoldaşlar şəbəkə kartına istifadəçi tərəfindən verilən ünvan fiziki ünvandır. Unikal fiziki ünvandır. 48 bit olur. Hər biri 6 baytdır. 1, 2, 3, 4, 5, 6. 6 və 8'imiz 1048'i. Adətən hexadecimal formatında yazılır. Yəni bildiyiniz bu 3 hissə Organization Unit Unified OUI deyirlər və NICS Network Interface Control Specific. Məsəl üçün gördüyünüz kimi bu bizim nümunəmizdir. Xüsusiyyətləri isə hər cihazın şəbəkədə kartında olur. Yəni hər belə deyək, cihazın özünə görə MAC adresi var. OSI modelinin ikinci səviyyəsi, yəni data link layer'da yerləşir. Lokal şəbəkədə cihazların bir-birini tapması üçün istifadə olunur. MAC-lara da baxmaq üçün siz cmd yazaraq get mac komandasını yazaraq gördüyünüz kimi baxın, mənim MAC adreslərimdir. Və yaxud da belə də siz baxa bilərsiniz də. Məsəl üçün bu mənim evdəki olan Wi-Fi-mən, yəni notebook'un Wi-Fi kartıdır, V1'ıdır. Start'a girəndə details'dır. Görürsünüz, mənim MAC adresimdir. Və yaxud da bizim VMware'ın bizdə adapterləri var. Və yaxud da orada girib, burada da var. Hərəsinin özünə görə ünvanı var. Daha sonra isə ARP haqqında danışmaq istəyirəm. Address Resolution Protocol. Yəqin çoxlarınız rastlaşmısınız. IP ünvanları MAC ünvanına çevirmək üçün istifadə olunan bir protokoldur. ARP table'da isə kontrol saxlanılan cədvəldir. Məsəl üçün cədvəl belə olur da, tutalım ki, gəlin Word açaq. Məsəl üçün bu bizim bir IP adresimizdir və onun MAC-ı məsəl üçün belə yazılır: 00 2.1a 2b 3c 4d 5e məsəl üçün. Və ikinci bizim IP-miz 192.168.1.110 məsəl üçün. O da belə yazılsın: 10.22.33 .44.55.66 və ARP cədvəlinə baxmaq üçün cmd-ni açaraq ARP/A görürsünüz. Deməli, bu bizim bildiyiniz kimi Windows serverimizin IP-sidir. Görürsünüz nə qədər onun ARP-ı var. ARP cədvəli. Bu bizim ikinci Windows server açıq qaldırmışam mən. İkinci domain kontrolü, onun növbəti dərslər üçün. Bu onun IP adresləri göstərir. Type dinamik də var, statik də var və bu da mənim evdəki olan routerumda hal-hazırda qoşulduğum, yəni Wi-Fi-ın ARP listidir. Və ondan sonra dostlar, biraz MAC address table barəsində danışmaq istəyirəm. Əsasən MAC address table var, switchdə saxlanılır. Yəni switch hansı portda hansı MAC address olduğunu yadda saxlayır. Gəlin belə bir sizə elementar bir nümunə gətirəcəm. Bircə dəqiqə, gəlin Paint-də onu göstərəm. Həmişə interviewda, helpdesk-də, networkda asan bir sual verirlər ki, hubla switchin fərqi. Məsəl üçün, gəlin təsəvvür edək ki, bu bizim hubımızdır. Bu da bizim switchimizdir. Bu da məsəl üçün onun
portlarda 8-lik məsəl üçün hub, 8-lik və yaxud da switch. Bəli, həmişə sual verirlər ki, hubla switchin fərqi nədir? Bəziləri deyir ki, hə, kabeli qoşdun, hə, internet gəldi, hə, nə bilim, printeri qoşdum, çap elədi, xeyr. Əslində, gəlin belə eləyək. Məsələn, bunun adını yazıram hub. Bu da olsun SV, yəni switchimiz. Burada tutalım ki, bizim 8 dənə pisimiz var. Belə ayrı-ayrı çəkirəm də. Deməli, yoldaşlar, hub məlumatı göndərəndə, tutalım ki, məsəl üçün belə eləyək də, yazıram IT, HR, məsəl üçün, M, yəni marketing, bu da M, yəni mühasibatlar şöbəsi. Məsəl üçün, IT şöbəsi, təsəvvür ki, bu da bizim printerimizdir. Belə, PR yazın, biləcəksiniz ki, yəqin printerdir. IT istifadəçisi, yəni IT işçisi printerə və yaxud da hansısa bir sənəd göndərir. Hub avtomatik o faylı göndərəndə başlayıb bir-bir hamısını göndərməyə sual soruşur ki, bunu sən göndərmirsən çapa. HR deyir ki, yox, mən göndərməmişəm. Mühasibatlıqdan soruşur, sən göndərmirsən çapa. Deyir, yox, maliyyədən belə deyir, soruşur, deyir ki, yox, ayətdən soruşur, deyir, hə, tamam. Bunları göndərəndə artıq hubun beynində maklar doludur. O götürdü, bildi, bilmədi, soruşur ki, mən eləmisən, amma biz, məsəl üçün, bu da IT-dir, bu da insan resurslardır, HR-dır, mühasibatdır və maliyyə. Məsəl üçün, insan resursları göndərəndə artıq switch həmən bunun makını, belə deyək də, makını əzbərləyir ki, məsəl üçün, insan resurslarının kompüteri switchdə birinci porta bağlıdır. Artıq onun makını əzbərlədi və tutalım ki, IT şöbəsi printer nəsə göndərəndə artıq switch soruşmur. IT sən göndərmirsən, sən yox. Artıq o görür ki, IT-nin tutalım ki, 4-cü porta bağlıdır, məsələn, ya da 5-ci, o da makı qalıb yadda. Artıq o bilir ki, bəli, IT-nin portundan printerə çap gedir. Və artıq onun Mac table elə də güclü dolub qalmır. Yəni bir request göndərmir. Düzdür. Switchdə də Mac table-da dolmalar olur. Məsələn, Cisco-larda olur. Məsələn, mən özümdə görmüşəm ki, IP almır. Məsələn, network administratorlara zəng gəlmiş, deyirlər ki, Mac table dolubdur. Gözlə silək. Çünki baxırlar ki, hansısa ID-miz bizim qoşulub, sonra ayrılıb və yaxud avadanlıq dəyişdirib, amma yenə də yaddaşında qalıb deyə o hardasa 100-dən çox Mac-ı yadda saxlaya bilir. Və gələcəkdə artıq printer çap gedəndə məlumat mübadiləsi gedir. Artıq bir-bir request olmur ki, kim göndərib bunu. Çünki artıq portlar, maklar yadında qalıb deyə avtomatik artıq məlumat mübadiləsi gedir. Və nəticədə artıq belə deyək, dolma falan, yəni gecikmələr olmur. Və yenə də dediyim kimi, hub məlumatları bütün porta göndərir. Amma switch yalnız lazım olan portlara göndərir. Cisco-da da ki, o komandanı mən sizə göstərəcəm. Və collision domain. Yəqin çoxlarınız eşitmisiniz. Collision ingiliscə biraz toqquşma deməkdir. Yəni şəbəkədə paketlərin toqquşa biləcəyi bir sahədir. Məsəl üçün, bizim bir hubumuz var. Mən də çapa göndərmişəm. HR-da eyni zamanda göndərib. Artıq burada paketlərdə toqquşma baş verə bilər. Yəni hər bir port ayrı collision domainə toqquşur. Ona görə də ardıcıllıqla göndərmə onlarda yoxdur. Və broadcast domain haqqında. Broadcast domain mesajların yayıldığı şəbəkə sahəsidir. Məsəl üçün, broadcast mesaj göndərir 255. Broadcast mesajı bütün cihazlara gedir. Yəni geniş miqyaslı deyirlər. Ona var unicast, multicast, broadcast. Cihaz, yəni switch bir dənədir, router isə onu bölür. Yəni qısa xülasədən də gəlmək olar ki, MAC adres, yenə də təkrarlıq, cihazın fiziki ünvanıdır. ARP table isə IP-nin MAC-a uyğunluğu, MAC table switchdə MAC və ya port uyğunluğu, collision domain paketlərin toqquşa biləcəyi sahədir. Broadcast domaindəki mesajların yayıldığı sahədir.
Qısaca budur. İndi isə əsas keçək bizim əsas məsələmizə. Yoldaşlar, gəlin bir şəkil göstərim sizə. Məsəl üçün, hadi olsun, bax, belə deyək, bax, bunu save eləyək. Bizim net papkamızı. Çoxlarınızın həmişə həvəslə istifadə elədiyi, ən çox sual verilən bir maraqlı bir məsələ V1. Bəli, düzdür. Bəziləri V1 qurmaq asandır. Eləsə çünki V1-ın da növləri var. Access, trunk və digərlər. Gəlin onlara qısaca, yəni izahlı şəkildə mən sizə izah edeyim. V1 nədir? V1 yəni adından artıq bəllidir ki, LAN necə bizdə tərcümə olunur? Local Area Network. V1 isə Virtual Local Area Network'dur. Yəni bir fiziki şəbəkəni bir neçə məntiqi şəbəkəyə bölmək üsuludur. Yəni eyni switch, yəni bu bizim switchimizdir. Eyni switchdə olan kontura fərqli şəbəkələrə ayrılmaq mümkündür. Məsələn, gəlin paket tracer'ımızı açaq. Artıq biraz praktik edək. Çünki paket tracer'dan bizlərə çox iş görəcəyik. Qoy bir dənə yüklənsin. Bu yeni versiya biraz çox gec açılır. Aha. Gəlin buradan bir dənə switch götürək. Məsəl üçün mənim sevdiyim Catalyst 2960. Bunu qoyaq bura. Gəlin ardasa təxmini neçə dənə PC götürək. Davayçı 4 dənə. Deməli 1 belə qoyaq. Yəni 2 3 və 4. Bunu da qoyaq bura. Tamam. Bunları birləşdirək. 1 2 3 və 4. Tamam. Görək portlarımız hələ updadır. Qalxır yavaş-yavaş. Deməli, bölmə məsələsinə gəlmişkən, baxın. Mən burada böyük hərflərlə yazacağam, görə biləsiniz. V1. V1'ı gəlin 2 yerə bölək. Məsəl üçün, birincisi yazaq V1 10. Bir özümüzdən bir ad fikirləşik də. Onu da hansı şöbəyə qoyaq? Məsəl üçün, qoyuram bunu mühasibatlığa, mühasibat. 2 dənə ora pis ayırıram. Daha doğrusu yox, tələsmək onu. Və əlavə olaraq da bir dənə də V1 yəni 20 yaradaq. Adını da qoyaq IT. Özümüzə uyğun. Belə deyək. İndi düşürük aşağı. Tamam. İndi bəzilərə sual verəcəksiniz ki, V1 10 ilə 20-nin tamam da arasında fərq nədir? V1 10'dakı cihazlar yalnız öz aralarında danışa bilərlər. V1 20 cihazları yalnız öz aralarında danışa bilir. V1'lar arasında əlaqə üçün router və ya layer switch lazımdır. Tamam, bəziləri də sual verir. Tamam da routerımız var, switchimiz var, providerımız var, nə bilim firewall'umuz var, ESP'miz var. Bəs V1 nəyə istifadə olunur? Birincisi, şəbəkə təhlükəsizliyini artırır. Broadcast trafikini azaldır. Şəbəkə daha yaxşı idarə olunur, yanlar qusqa düşmür. Və müxtəlif şöbələri ayırmaq olur. V1'ın növləri, yoldaşlar, deməli, mən burada şəkil ayırmışam. Görüm, haradadır o şəkil. O deyəsən, mən save eləməmişəm. Tamam, onu mən save eləyəm. Deməli, V1'ın növləri, switchdə avtomatik, bilirsiniz də, həmişə bu CCNA-da sual verirlər, default V1. V1'da switch avtomatik olan V1 ID1'dir. Yadınızda saxlayın onu. Data V1 var. Data V1 yəni istifadəçilərin trafiki üçün nəzərdə istifadə olunur. Məsəl üçün V1 10 dediyim kimi insan resursları, V1 məsəl üçün 20 olsun IT. Voice V1 var. Voice V1 ən çox bildiyiniz kimi IP telefoniyada və QoS, Quality of Service'də istifadə olunur. Management V1 switch idarə etməsi üçün istifadə olunur. İndi gəlin özümüz üçün bir dənə balaca bir test eləyək. Yenə də probdur bu. Belə qoyaq. Aha.
Açırıq bizim switchi. Burada bizim CV'miz var. Option burada göstərir. Düşürük aşağı, xeyvan düşürük aşağı. Deməli nə edirik? Birinci komandamız en yazan kimi göstərir enable. Enter vururuq. Conft yazanda, yəni configure change. Merakinin Cisco-nun bir dənə özəlliyi, belə bir yaxşı bir şey var ki, siz əgər komanda var əzbər bilirsinizsə, hamısını axıra qədər yazmağa ehtiyac yoxdur. Məsəl üçün enable sözü eni yazan kimi, tabı basan kimi görürsünüz, enable gəldi. Configure terminalda ve config yazanda tabı basam görürsünüz, gəlir configure terminal. Artıq görürsünüz enter configuration commands one per line. Tamam. İndi biz nə edirik? Birinci v1 yaradırıq. Birinci adını yazırıq v1 10. Adını yazırıq name. Gəlin onu mühasibətlik yox, HR eləyək. Və exit. Bu v1'mızı yaratdıq. Daha sonra yazırıq v1 20. Daha sonra yazırıq name IT və exit. Tamam. Bunları yazdıq. İndi gəlin belə eləyik. Buradan çıxaq hərik. Tamam. Görürsünüz. Artıq yaşıldı. Bu adını deməli dəqiqə pisi sıfıra mötərizədə yazıram HR pisi daha doğrusu bir də. Buna da yazıram IT pisi 2 yenə HR. Bu təzə paket tracer da yoldaşlar dark modu da əlavə ediblər. Qabaq mən bildiyim qədər yox idi. Bunu yazıram IT. Tamam. Bizim 4 dənə pisimiz var. HR IT. Option. Belə eləyək. Bax belə savaq aşağı ki. Belə edə nə var? Və yaxud da belə də eləyə bilərik. Saç başlıq olmamaq üçün. Necə rahatsız. Bunu da qoyaq belə. Switchimizi də qoyaq belə ortaya. Təsəvvür edək işte. Option. Aha. İndi biz bunları təbii ki konfigurasiya eləməliyik də. Açırıq yenə də CIV'mizi. Deməli aşağı düşürük. Deməli yazırıq inter yazan kimi görürsünüz interface gəldi. Fast Ethernet də var. Gigabit Ethernet də var. Yəni fast Ethernet, gigabit Ethernet. Deməli biz nə edirik? Fa yazan kimi görürsünüz fast Ethernet gəlir. 0/1 yəni birinci portu. Burada yazırıq biz switch port görürsünüz avtomatik gəldi. Mod görürsünüz hamısı avtomatik gəlir. Çünki artıq o görür ki siz ona uyğun komanda yazın. O sizə qabağa salır. Mod access yazırıq və yazırıq. Oxla da belə yuxarı da edə bilərsiniz. Switch port, mod access və switch port. Burada modu silirik. Yazırıq access v1 10. Bəli. Exit-i vururuq. V1 10'umuzun access növünə elədik. İndi giririk yenə də interface fa ezen 0 artıq 2 switch port mod access yəni belə əllə də bir yaza bilərsiniz. Kimə necə rahat deyir yazsın. Switch port access v1 20 və exit. Tamam. İndi v1'ları yoxlamaq üçün show v1 brief komandası. Görürsünüz exit'i basmamışam. Show v1 bunu ucu vermir. Deyir ki özün əlindən yaz. Brief. Baxın. Bizim v1 ID'miz 10. Name'i HR. Aktiv. Port. Fast Ethernet 0. Artıq görürsünüz. Fast Ethernet 1 ilə 2 v1'lara verilib. 3'dən 24'e kimi və əlavə olaraq gigabit portlarımız bizim boşdadır. Bu arada default olaraq standartlara uyğun yəni portlardır. Yəni sizə belə qoyuram, diqqətlə baxın. Və V1 testlərində ping işləməyəcək. Çünki bir-birlərini görür. Çünki V1'lar ayrı şəbəkədədir. Görürsünüz, HR ayrı şəbəkədədir. IT ayrı şəbəkədədir. Və belə bir topologiya da eləmək istəyirəm. Biz deməli bir switch, əslində gəlin bura router da biz əlavə edək. Hələ belə ki oradan gəlir də internetimiz. Nə verək bura? Yəni 1941 verək. Bunda bir də connect edək buradan bura. Oba. Connect edik. Burada da yenə də
port aktiv eləməliyik. Burada no-nu seçirsiniz. Yenə də enable conft interface. Görək bizdə burada gigabitdir yoxsa fadır. Gəlin bunun psixik halda zoom eləyə bilərsiniz. Bizim gigabit GE01 portumuz var. Yəni onu eləyək. Deməli CL interface. Deməli interface GE 0/1 səhv yazdım. Gig yaza bilərsiniz. Gigi götürəcək. Gigi təzədən çıxaq burada. And conft interface GE 0 complete command. Bu anda default görürsünüz. Gigabit Ethernet'dir bu arada. Yoxsa MAC adresi var ama IP'si yox. Çünki IP biz verməmişik bura. bir. Gəlin IP adresi verək də. Deməli, gəlin Vavan ona 10-dan verək. Vavan 20 ilə verək. Deməli, interface, deməli IP adres 192.168 10.1 255.255.255.0 və no shutdown verdik. Gözü stop to down. İndi görək bizim portumuz yanır. 01'ə biz vermişik 10. Əslində mən bura 20 verdim. Neçə var o sıxıntı deyir. Və ikinci gəlin portu biz aktiv eləyək. Orada bir dənə əlavə port verək. Gördüğünüz gibi portumuzun biri artıq yaşı gedir, saralmağa doğru gedir. Çünki IP vermişəm mən buna. Gördüğünüz kimi gigabit EZN01'də IP adres verib. İndi gəlin 00'ı konfig eləyək. Yenə də enable exit and conft interface giga EZN0.0 IP adres 192.168 20.1 255 255 255 0 yani 24 deyib. No shutdown yani sönməsin port. Aha, gördüyünüz kimi artıq birinci ucu hazırdır. Fast EZN06'dan alıb. Əsas siz belə də baxa bilərsiniz ona. Physical'da girəndə burada bunu rəqqabin kimi də göstərir. Yəni bu bizim routerımızdır, bu bizim switchimizdir. Yəni bax biraz zoom edeyim, köhnələrdə zoom yox idi bu qədər. Bunu yaxşı ediblər. Baxın, bu bizim switchimizdir. Biz burada deməli portları saldıqda deməli PC-də 4 dənə PC-də 2 dənə də bizim gigabitdir. Gözü gigabit Ethernet də var, bu da var. Əsas belə yerlərini də dəyişə bilərsiniz, xüsusilə istəyim sizə. Bunu ayrı, bunu bura, indi kimə necə rahat eləyə bilər. Deməli, hal-hazırda gördüyünüz kimi bizim bütün portlarımız apdadır. Yəni buradan da baxa bilərsiniz. Görürsünüz, 1-dən 6-ya qədər portlarımız apdır. Fast Ethernet 1-lə 2 20 VLAN-dadır. İndi gəlin biz hər kompüterə IP verək. Deməli, logic hava giririk. Misal üçün birinci bizim PC'miz IP-dir. Deməli biz giririk desktop'a. Desktop'da bizdə burada IP configuration var. DHCP inanmıram olsun. Requesting IP adresiz. Burada əllə istəyəcək. Aha, gördüyünüz kimi almadı. O retki usulçilər də şey deyir. Deməli, qoy bir dənə IP. Mən yazın burada qeyd edeyim.
Belə. Buna gəlin yazaq, statika qoyaq, yazaq 192, 168, olsun 10.2 subnetimiz bizim hazırdır. Getway'də 192, 168, 10.02, o üzüstən 10.01. Bunu verdik. Artıq buradan çıxırıq. Bunun üstünə gətiririk. Bəli, IP'miz də var. İkinciyə veririk. Əslində bu biri idi. Olsun da. İkinci IP'yə də biz veririk. Deməli. Desktop, IP configuration static 192, 168, 20.2. Burada veririk 1. Əsas paketlər toqquşması, bu IP'lərdə konflikt yaranmasın. 2, bəli. Aha. Bu sonra qeyd edirik. Beləyik. IT-yə verək 20. Mən bir dənə vavanlara baxam. Bizim switchimiz anı. 20 IT-dir, bəli. Biz 20 ilə başlayan IP-ləri IT-yə verməliyik. Gəlin bunu elə 20.2. O birisini də elə 20.3. Buna da veririk 10'la. İnsan resurslarına. Deməli, desktop, statik. Burada 10.2. Və burada da veririk 10.3. Tamam. IP'lərimizi verdik. Bütün portlarımız bizim appdadır. Yəni gördüyünüz kimi hamısı işləyir. Deməli, root on stick konfigurasiyası. Birinci, gəlin mən sizə bir balaca trunk və access portu, bəziləri soruşur, oyda trunkla fərqi nədir, o nədir, bu nədir, onun barəsində mən danışım sizə. Deməli, bir dənə qoy reload geçsin. Dostlar, bir dəqiqə. Hə, dostlar, üzrü sadəcə gəlirdi. Deməli, gördüyünüz ki, burada diaqramalı çəkmişəm. Məsəl üçün, V1 10 HDR. Belə eləyək. Belə eləyək. V1 10 HDR. V1 20 isə IT-yə aiddir. Və mən sizə accesslə trunkın fərqini mən danışmaq istəyirəm. Nə cür istifadə olunur. Birincisi, yoldaşlar, access port nədir? Access port switch portudur və yalnız bir V1-a aid olur. Yəni, məsəl üçün, V1 10-a. Adətən PC, printer, server kimi cihazlar qoşulur. Məsəl üçün, Fast Agent 01-də, məsəl üçün, götürüb bu bizim PC-imizdir. Bu da bizim. Biz ikisini də onun access eləmişik. Və trunk port isə bir portdan bir neçə V1 trafiki daşıyan portdur. Məsəl üçün, switchdən switchə, switchdən router'a, router'dan, məsəl üçün, switchdən layer 3 switchə. Məsəl üçün, trunk port bu V1'ları, məsəl üçün, daşıya bilir. V1 10, 20, 30. Yəni, bir portdan gedir söhbət. Və bəzidən yəqin rastlaşmışsınız, 802.1q nədir? 802.1q yəni. 802.1q V1'ları trunk portu üzərindən göndərmək üçün istifadə olunan standart network protokoludur. Yəni, yəqin çoxlarınız görmüşsünüz, IEEE 802.1q. Bu protokol paketlərə V1 ID əlavə edir. Yəni, target deyirlər ona. Məsəl üçün, paketin normal strukturu bizdə belə olur da. Yazıram, paket structuring. MAC source, MAC destination və data olur. 802.1.q-nu belə yazı var da. Əlavə edəndə isə belə olur. MAC source,
MAC destination, V1 tag, bayaq dediyim tagging və data. V1 ID-lər isə V1 tagging necə işləyir də? Məsəl üçün bizim orada bir pisimiz var, pisi 1. O gedir V1 10. V1 10 yəni o ID-sidir. Pisi 2 məsəl üçün gedir V1 20. Yəni switch trunk port görəndə paketi belə görür də, göndərdikdə daha doğrusu. V1 tutalım ki, mən paket göndərirəm. V1 10 tutalım ki, birinci pisiyə tag 10 belə gedir. V1 20-də gedir tag 20. Daha sonra isə qısa müqayisədə yəni demək olar ki, xüsusiyyətlərində V1 access portda V1 sayı 1 olur, trunk portda çox olur. Taggingdə access portda olmur, trunk portda var. Qoşulan cihazlar dediyim kimi access portda PC və printerdir, trunk portda switch və routerlardır. Və router on stick nədir? Yəni bəziləriniz yəqin görmürsünüz. Router on stick bir router interfeysi vasitəsilə bir neçə dənə V1 arasında əlaqə yaratmaq mümkündür. Yəni məsəl üçün belə deyək, gəlin bir dənə sizin üçün çəkim diaqrammanı. Bunları yəni özünüz praktik edə bilərsiniz. Məsəl üçün belə eləyik. Bu bizim bir dənə pisimizdir. Bu da bizim bir pisimizdir. Deməli bu V1 10-dadır. Bu da V1 20-də məsəl üçün. Və bizim burada bir dənə switchimiz var. Adını da yazıram. Switch. Biraz bunu. Aha, yəqin belə görürsünüz switchi. Və yəni belə xəttlər qoyaq bura. 1, 2, 3, 4. Bu yəni bizim trunk portumuzdur. Və burada ortada yazırıq trunk. Və yenə də 1, 2, 3, 4. Bu da oldu bizim routerumuz. Tamam, bu bizim routerumuzdur. İndi buna yaxşı bəs cihazlar necə qoşulur? Cihazlar belə qoşulur. V1 20 switchin bir portuna, V1 2 switchin ayrıca portuna, trunk üzərindən access portda trunk və router'a gedir. Yəni bağlantı belə olur. IP puanı da yəni belə olur da. Məsəl üçün deyəm ki, V1 10-da 192, məsəl üçün 168.10.024'lük. V1 20-də isə məsəl üçün 192, 168, 20.0/24 olur. Gateway'lər də ki, bildiyiniz kimi 10.1 və 20.1-dir. Və əlavə onu demək istəyirəm ki, yoldaşlar, indi biz IP vermişik də, gəlin görək. Məsəl üçün mən girmişəm insan resurslarının portuna. Gəlin bir dənə command prompt açaq. Birinci yaz IP config. Gördüyünüz kimi biz babına IP 10.2 verdik. Ping 10, 192, 168, 10.3. Görürsünüz, görmür. Özünü atıram, gedəcək. Router atacağım, gedəcək. Amma 3-ə gelmir. İndi 20.2 görmür. Görürsünüz, getmir. Məsələ də budur. Yəni bir-birlərini görməmək üçün əslində. Və konfigə də baxaq ki, görək biz nə yazmışıq, nə yazmamışıq routerda. Switch'ə də baxa bilərsiniz. Deməli, show running aslında oyunda eləmir də yox, belə konfig görürsünüz, görmür. Deməli, n conft o əslində nə hansı nəsə komanda eləyəndən sonra göstərir. Show IP interface brief. Gördüğünüz gibi bu bizim interface briefimizdir. Bizim fastlarımızdır. Gigabit internetlerimizdir. Show V1 brief
Gördüyünüz kimi bizim romanlarımızı göstərir. Show interfaces trunk. Trunkımız yoxdur bizim deyə göstərmir. Və onu da demək istəyirəm ki, yoldaşlar, o əslində bir dənə də belə bir variant var ki, siz paket də göndərə bilərsiniz. Simulation bölməsinə daxil olaraq play vuranda görək gedir. Görürsünüz, nida verdi. Görürsünüz. Burada da bütün eventləri də göstərir ki, baxa bilərsiniz. Nədə yanır, nədən olur. Məsələn, switch göndərir. Paketləri gördüyünüz kimi PC-yə də göndərir, HDR da göndərir, IT-yə də göndərir və burada da bizim filtrlarımız da var. Protokollarımız da var gördüyünüz kimi. Önümüzdə də HDR-da config/all MAC adresimiz var, IPv6'mızı göstərir. Burada tam konfigurasiya olmayıb ki, ona görə də cihazlara bir-birlərinə də ping getmir. Konfiga baxaq. Genrikdə timexlərimiz də yerimizdədir. 10 və 20. Belə dostlar, bugünlük VAVA'nın qurulması. Biz sadəcə basic olan VAVA'n qurduq. Amma mən sizə trunk'ı da göstərə bilərəm. Çəkinə gəl görmək istəyirsə necə qurulur. Gördüyünüz kimi bir switchdir. Tutalım bu VAVA'n 1, VAVA'n 2'dir. Trunk tutalım ki bir rəkin içində əgər 2 dənə switch varsa, trunk port var. Məsələn 20-dən burada da olsun 19. Trunk port aparıb VAVA'n qura bilərsiniz. Daha doğrusu burada da fas ezən 03, 03, 12, 12. Yəni buradan bir trunk port gedir ki, ayrı VAVA'nlardır. Yəni əslində VAVA'n siz 30, 40, 50 də qura bilərsiniz. Baxır sizin cihazınıza, baxır sahibinizə neçəsiniz. Bax belə də var. Trunk port switch. VAVA'n 30 da var, 20 də var, 10 da var. 3 dənə switchimiz var bizim. 3 dənə də VAVA'mız var bizim. Hərəsi öz trunk vasitəsilə gedibdir. Yəni özünüz siz paket tracer'da da həmçinin test edə bilərsiniz. Bu günlük bu qədər dostlar. Gələn dərslərdə görüşmək ümidi ilə sağ olun.